Gecə saatlarında tövləni yaran naməlum şəxslər 15 baş xırda buynuzlu heyvanı oğurlayıblar. Hadisə 30 noyabrda Samux rayonunun Ağasıbəyli kəndində baş verib. Gecə saat 3 radələrində tövlənin qapısındakı qıfılı qıraraq içəri girən şəxslər buradan 19 baş toğlunu aparıblar. Ev sahibi daha sonra heyvanlardan 4-ünü tapa bilib. 15 baş qoyunun axtarışı isə polis tərəfindən davam etdirilir. Gördü 15 dəqiqə qalmış. Çölə çıxdım. Gördüm qoyun soğuların hamısı çöldədir. 54 baş oluşdu. Gəldim baxın qapıya gördüm ki, qapını lomla qırıblar. Onları çıxarıblar, 19'unu aparıblar. 14'ünü qonşunun evinin dalından tullayıb qaçmışlar. 4'ünü gətirib 15'ini aparmışlar. Hadisədən sonra eyni halın təkrarlandığından ehtiyat edən təsərrüfat sahibi qalan qoyunları da satmaq qərarına gəlib. Qalanlarını satıq ona görə ki, gəlib bizə silahla zadla gəlirlər, vura bilərdilər, qorxduq. Dəyər dəymədən satdıq, indi yenə bir o hansı adamdan pul vermişdi, almışdıq. İndi onlar pulunu istəyirlər. Yenə aşağı qiymətə satdıq, dəyər dəymədən. Zərər çəkən təsərrüfat sahibi hadisədən dərhal sonra polisə müraciət edib. Samux rayon polis şöbəsində məsələ ilə bağlı araşdırma aparılır. Rasim Əziz, Yusif Kərimli, Fərruh Qafarov, Xəzər xəbər.